Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən sosial tərəfdaş layihəsi çərçivəsində həssas əhali qruplarına, xüsusilə də pensiyaçılara, şəhid ailələrinə, qazilərə, əlilliyi olan şəxslərə və ünvanlı dövlət sosial yardım alan şəxslərə ölkə üzrə seçilən marketlərdə, apteklərdə və klinikalarda xüsusi endirim imkanları təqdim olunur. Layihənin əsas məqsədi bu əhali qruplarının gündəlik xərclərinin azalmasına dəstək olmaqla yanaşı, onların sosial rifahının yüksəldilməsinə xidmət etməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinin MyGov platformasına inteqrasiyası çərçivəsində artıq pensiyaçı endirim barkodu da e-sosial tətbiqindən MyGov tətbiqinə əlavə olunub. Artıq vətəndaşlar e-sosial xidmətlərindən, o cümlədən xüsusi pensiyaçı endirim barkodundan da MyGov tətbiqini yükləməklə yararlana biləcəklər. Bunun üçün vətəndaşlar telefonlarına MyGov mobil tətbiqini yükləyib qeydiyyatdan keçərək, seçilmiş marketlər, apteklər və klinikalarda ödənişdən əvvəl kassada tətbiqdə göstərilən həmin xüsusi pensiyaçı endirim barkodunu göstərməkləri kifayətdir. Öz növbəsində edilən yeniliklər fonunda MyGov bütün dövlət xidmətlərini bir mərkəzdə birləşdirən vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir. Vətəndaşlarımız vahid giriş üsulu olan MyGov ID vasitəsilə qeydiyyatdan keçərək MyGov tətbiqindən istifadə edə bilərlər. MyGov tətbiqində sosial xidmətlərlə yanaşı, həmçinin vətəndaşların fərdi məlumatlarını idarə etmək, şəxsi, ailə və digər məlumatlarını da əldə edib digər dövlət qurumlarına paylaşmaq imkanları da mövcuddur. Qeyd edək ki, e-sosial mobil tətbiqinin fəaliyyəti dayandırılıb və xidmətlər MyGov platformasına inteqrasiya edilib.